Dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizə kurikulum nədir mövzusu haqqında məlumat verəcəm. Müəllimlər, əvvəllər dərslərimizi bilirik ki, ənənəvi təhsil metodu ilə keçirdik. Hansı ki, Azərbaycanda kurikulum sistemi tətbiq edilənə qədər. Amma hal-hazırda sistem kurikulum təhsilidir. Yəni, kurikulum bir təhsil proqramıdır. Kurikulum nədir? Kurikulum bir təhsil proqramıdır. Kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən bir konseptual sənəddir. Kurikulum nədir? Kurikulum necə proqramdır? Təbii ki, kurikulum təhsil proqramıdır. Təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Müəllimlər, konseptual dedikdə nə başa düşürük? Konseptual, yəni yenilənən sənəddir. Kurikulum sabit deyil. Kurikulum dəyişən bir təhsil proqramıdır. Deməli, təhsil ölkənin davamlı inkişafı, iqtisadi artımını təmin edən əsas faktorlardandır. Təhsil proqramına yeni yanaşma, yüksək keyfiyyətli təhsil nəticələrinə çatmaq üçün keçirilən islahatların mərkəzində dayanır. Təhsilin məqsədi insanı yaşadığı həyata hazırlamaq, onda tənqidi və yaradıcı düşüncəni eyni zamanda milli, ümumi bəşəri dəyərləri formalaşdırmaqdır. Bir insan 11 il məktəbdə təhsil aldığı zaman həyat üçün lazım olan minimal bilik və bacarıqlara yiyələnməlidir. Kurikulumu tərtib və dəyişiklik edənlər hansı suallara cavab axtarmışlar? Gəlin onlara baxaq. Müəllimlər, kurikulumu tərtib edənlər hansı bilik, bacarıq, dəyərlər kurikulumda öz əksini tapıb? Bu bilik, bacarıq, dəyərlər, kompetensiyalar gənclərdə lazım olan həyatı bacarıqları formalaşdıracaqmı? Öyrənmə prosesini şagirdlər üçün necə uyğun, maraqlı edə bilərik və qiymətləndirmə daha məhsuldar və effektiv necə aparıla bilər? Burada bir məqam var, gəlin onu sizə izah edeyim. Biz kurikulumun tərifində nə dedik? Dedik, kurikulum təhsilin məzmunu, təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələləri dedik özündə əks elətdirir. Deməli, kurikulumun məzmunu dedikdə nə başa düşürük? Məzmun şagirdin öyrənəcəyi hissə, şagirdə öyrədəcəyimiz hissə məzmundur. Təşkil, o məzmunu biz sinifdə necə öyrədəcəyik, necə təşkil edəcəyik, o təşkil hissəsinə aiddir. Sonda isə həmin şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi isə onun qiymətləndirilmə mərhələsidir. Deməli, biz burada diqqət etsəz görəcəksiniz ki, hansı bilik, bacarıq, dəyərlər kurikulumda öz əksini tapıb, bu bilik, bacarıq, dəyərlər, kompetensiyalar gənclərdə lazım olan həyatı bacarıqları formalaşdıracaqmı? Bunlar şagirdin hansı ki məzmun hissəsinə aiddir. Təhsilin məzmun hissəsində bu göstərilir. Yəni, hansı ki qeyd elədiyimiz kimi, təhsilin məzmunu dedikdə bu iki sualı nəzərdə saxlayırsınız. Hansı bilik, bacarıq, dəyərlər kurikulumda öz əksini tapıb? Bu bilik, bacarıq, dəyərlər, kompetensiyalar gənclərdə lazım olan həyatı bacarıqları formalaşdıracaqmı? Bu bizim məzmun hissəsinə aiddir. Sonra deyir ki, öyrənmə prosesini şagirdlər üçün necə uyğun və maraqlı edə bilərik? Bu bizim təşkil mərhələsinə aiddir. Yəni, təşkil mərhələsində biz necə etməliyik ki, şagird daha maraqlı əldə eləsin o biliyi. Sonra qiymətləndirmə də bildiyimiz kimi qiymətləndirməni necə effektiv edə bilərik? Bu da bizim qiymətləndirmə mərhələsinə aid olacaq. Deməli, kurikulum nədir? Təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələlər özündə əks etdirən bir sənəddir. Dedik, məzmun hissəsinə bilik, bacarıq, dəyərlər kurikulumda öz əksini tapıbmı? Bilik, bacarıq, dəyərlər, kompetensiyalar lazım olan həyatı bacarıqları şagirdlərdə formalaşdıracaqmı? Bu bizim məzmun hissəmizə aid oldu. Öyrənmə prosesini şagirdlər üçün necə uyğun, maraqlı edə bilərik? Bu bizim təşkil prosesimizə uyğun oldu və qiymətləndirməni daha məhsuldar və effektiv necə edə bilərik? Bu da bizim qiymətləndirmə mərhələsinə aid oldu. Və keyfiyyətli kurikulumun göstəriciləri var. Keyfiyyətli kurikulum necə olmalıdır? Təbii ki, keyfiyyətli kurikulum, bunu PEDA sözündən yadımızda saxlayırıq. PEDA, əvvəlcə yazım. PEDA sözündən yadımızda saxlayırıq. Yəni,
keyfiyyətli kurikulumun göstəriciləri, yəni onun praktiki olması, onun effektivliyi, onun davamlılığı və onun aktuallığı. Deməli, kurikulumu biz həm nəzəri, belə deyək də, həm nəzəri baxımdan, həm də praktiki baxımdan çatdırmalıyıq. Yəni ki, şagird həm nəzəri baxımdan öyrənir, həm praktiki baxımdan öyrənməlidir. Necə ki, nəzəri biliyi ona çatdırırıqsa, praktikini də çatdırmalıyıq. Praktiki olmalıdır öyrəndiyi bilik və effektiv olmalıdır ki, davamlı olsun, aktual olsun. Bunlar kurikulumun keyfiyyət göstəriciləridir. Müəllimlər, kurikulumun uğurlu olmasının göstəricisi isə şagirdlərdə öyrənmənin keyfiyyəti və şagirdi bu öyrəndiklərini nə dərəcədə effektiv şəkildə öz şəxsi, sosial, idraki, psixoloji və emosional inkişafları üçün istifadə edə bilmələridir. Deməli, UNESCO-nun keyfiyyətli kurikulum üçün bir sıra meyarları var. Müəllimlər, kurikulum necə olmalıdır? Kurikulum aydın məqsədli olmalıdır. Kurikulum bugünün tələblərinə cavab verməlidir. Yəni, biz deyirik ki, dövr dəyişir, tələbat dəyişir. Kurikulumda yenilənən bir sənət olduğu üçün bugünün tələblərinə cavab verməlidir. Şagirdləri bugünkü gələcək həyat təcrübələrinə, istəklərinə uyğun olmalıdır. Yaşadığı ölkənin tarixi mədəniyyətini nəzərə almaqla sosial-iqtisadi baxımdan şagirdlər üçün gələcək həyat qurması üçün məqsəd yönlü olmalıdır. Sonra kurikulum ədalətli və inklüziv olmalıdır. Yəni, hamıya eyni yanaşmalıdır. Şagird yönümlü olmalıdır. Kurikulum açıq və çevik olmalıdır. Kurikulum ardıcıl və əlaqəli. Yəni, kurikulum yenilənəndir, açıq olmalıdır, çevik olmalıdır, yeniliklərin məzmununa inteqrasiya etməlidir. Bəs müəllimlər, kurikulumun prinsipləri hansılardır? Kurikulumun, müəllimlər, 6 prinsipi var. Kurikulumun 6 prinsipi var. Şagird yönümlülük, şəxsiyyət yönümlülük, integrativlik, tələb yönümlülük və qiymətləndirmə. Deməli, kurikulumun prinsipləri hansılardır? Şagird yönümlü olmalıdır, şəxsiyyət yönümlü olmalıdır, nəticə yönümlü olmalıdır, integrativ olmalıdır, tələb yönümlü olmalıdır və qiymətləndirmə. Müəllimlər, şagird yönümlülük həm də şəxsiyyət yönümlülük, həm də pedaqoji prinsipin növlərinə aiddir. Həm milli kurikulumun prinsipləridir. Kurikulumun prinsipləridir. Həm də pedaqoji prinsiplərdə də şagird yönümlülük və şəxsiyyət yönümlülük vardır. Gəlin prinsipləri bir-bir izah edək. Deməli, biz dedik ki, kurikulumun şagird yönümlülük prinsipi. Məndə şagird yönümlülük nədir? Şagird yönümlülük təhsil alanların marağının, tələbatının, potensial imkanlarının inkişafına xidmət edir. Deməli, şagird yönümlülük nədir? Təhsil alanın maraq, tələbat və potensial inkişafına xidmət edir. Deməli, müəllim dərsi elə qurmalıdır ki, bu zaman şagirdin marağı, tələbatı, potensial imkanları önə çıxmalıdır. Biz ənənəvi təhsil sistemində nə deyirdik? Ənənəvi təhsil sistemində deyirdik ki, müəllim yönümlüydür. Yəni, müəllim nə dedi? Elə də olmalıydı. Amma müasir kurikulum sistemində təhsil şagird yönümlüdür. Yəni, bu zaman biz dərsi elə qurmalıyıq ki, şagirdin marağı, tələbatı, potensial imkanları ön planda olmalıdır. Bəs kurikulumun şəxsiyyət yönümlülük prinsipinə nəzər yetirək. Müəllimlər, şəxsiyyət yönümlülük prinsipi nədir? Fərdin idraki, emosional və sosial inkişafını, milli bəşəri dəyərlərinin formalaşmasını təmin edir. Deməli, bizim şəxsiyyət yönümlülük prinsipimizdə ön plana nə çıxır? Milli və bəşəri dəyərlərin formalaşması, idraki, emosional, sosial inkişafı ön planda olur. Deməli, şəxsiyyət yönümlülük prinsipində biz şagirddə həm təhsil vermirik, həm də onlarda milli bəşəri dəyərləri formalaşdırırıq. Milli bəşəri dəyərlər dedikdə, deyək ki, misal üçün biz hər hansı bir milli bəşəri dəyərlərimiz dedikdə, misal üçün bayramlarımızdır, tarixi günlərimizdir. Onlar haqqında şagirdlərimizə məlumat veririksə, biz onları milli bəşəri dəyərlərini formalaşdırmış oluruq. Yəni, şəxsiyyət yönümlülük prinsipində biz şagirdi şəxsiyyət kimi yetişdiririk. Deyək ki, 2 yaşlı və yaxud 1 yaşlı körpə uşağa biz şəxsiyyət deyə bilərikmi? Xeyr. Çünki onlar hələ qanmır. Onları şəxsiyyət kimi formalaşmayıb. Amma deyək ki, 18, 19, 20 yaşında gəncə biz şəxsiyyət deyirik. Çünki artıq o bir şəxsiyyət kimi formalaşır. Deməli, biz şagirdləri həm
şəxsiyyət kimi yetişdirməliyik, təhsillə yanaşı onlarda milli bəşəri dəyərləri formalaşdırmalıyıq. Deyək ki, Novruz bayramıdır. Biz Novruz bayramımızı, ənənələrdir, bunlar haqqında danışıb şagirdlərimizə məlumat veririksə, biz onlarda bu şəxsiyyət yönlülük prinsipini formalaşdırmış oluruq. Gəlin bir daha şəxsiyyət yönlülüyə diqqət yetirək. Görürsüz nə deyirik? Deyirik ki, fərdin idraki, yəni düşüncəsi, sosial inkişafı, milli ümumi bəşəri dəyərlərini formalaşdırmaqdır. İndi isə nəzər yetirək nəticə yönlülük prinsipinə. Nəticə yönlülük nədir? Təlim nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsinə yönəldir. Deməli, təlim nəticə həmişə harda olur? Nəticə sonda olur. Deyək ki, biz müəllimik. Sinifə girmişik, mövzumuz var, bilirik ki, sonda şagird nəyi əldə edəcək. Deməli, bu nəticə sonda olsa da biz onu əvvəlcədən müəyyən ediriksə, bu bizim nəticə yönlülük prinsipimizdir. Deməli, nəticə yönlülük prinsipi əldə olunacaq təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsi nəticə yönlülük prinsipini əhatə edir. Bəs inteqrativlik prinsipinə nəzər yetirək. Deməli, inteqrativlik nədir? Inteqrativlik bir-biri ilə, yəni təlim məzmununun, komponentlərinin, fənlərin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsini təmin edir. Yəni, mövzunu mövzu ilə əlaqələndiririk. Misal üçün, siniflər arası misal üçün fənləri əlaqələndiririk. Bunlar inteqrativlik prinsipini əhatə edir ki, bunlar haqqında daha geniş bundan sonraki mövzularımızda daha geniş öyrənəcəyik. Sadəcə inteqrativlik haqqında hal-hazırda qısa məlumat verirəm. İnteqrativlik məzmun komponentlərinin, fənlərinin bir-biri ilə sistemli şəkildə əlaqələndirilməsini təmin eləyir. İnteqrativlik prinsipində biz şagirdə öyrətdiyimiz məzmunu həyatla əlaqələndirməliyik. Yəni, şagird öyrəndiyini həyatla əlaqələndirməlidir. Yoxsa ki, şagirdin beynində belə bir düşüncə yarana bilər ki, biz bunu nə üçün öyrənirik? Yəni, bunu əgər tətbiq edə bilmiriksə, bu bizim üçün nəyə lazımdır? Ona görə şagird öyrəndiyini həyatla əlaqəli şəkildə öyrənməlidir. Bəs tələb yönlülük prinsipi nədir? Deməli, tələb yönlülük fərdin, cəmiyyətin, dövlətin dəyişən və tələbatlarının nəzərə alınmasıdır. Deməli, tələb yönlülük dəyişən tələbatların nəzərə alınmasıdır. Deməli, tələb yönlülük prinsipi bizə onu izah edir ki, fərdin, cəmiyyətin, dövlətin tələbatlarını nəzərə alaraq dərsimizi qurmalıyıq. Bəs qiymətləndirmə prinsipi nədir? Müəllimlər, qiymətləndirmə bilirik ki, şagirdin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Qiymətləndirmə nədir? Təhsil alanın nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir. Biz qiymətləndirmə mövzusu haqqında ətraflı ayrıca bir mövzu kimi onu keçəcəyik. Qiymətləndirmə səviyyələrə əsasən aparılır. Bunlar haqqında dediyim kimi qiymətləndirməni biz ayrıca öyrənəcəyik. Əsas odur, bilin ki, qiymətləndirmə təhsil alanın nailiyyət səviyyəsinə qoyulan bir dövlət tələbidir.